Gəlinin anası olur mələk, oğlanın anası olur şeytan. Siz Allah bəsdirin. Şəxsən mənim ailəmi yoldaşımın anası dağıtdı. Adım Elçindir, hazırda 31 yaşım var. 4 illik ailəmi qaynanam deyinə-deyinə işimizə qarışa-qarışa dağıtdı. Özüm yetim uşağam, öz evimi, eşiyimi, hər şeyi öz pulumla, öz gücümlə eləmişdim. Yoldaşımı da çox sevirdim. Evləndiyimiz gündən etibarən qaynanam elə bil ki bizlə yaşayırdı. Yəni hər bir söhbətimizdə var idi. Yoldaşımla adi harasa getmək istəyirsə, zəng eləyirdi anasına. Anası razılıq verirdisə bu gedirdi. Puldu da bir gün olar, bir gün olmaz. Biraz kasıblayan kimi zəng eləyirdi anası ki, qızım, neyinsə nə oğlanı kasıbdır, gəl evimizə. Orada evimizə daha yaxşı gün görürdün. Bir dənə də qızımız var idi. İndi hazırda ayrı yaşayırıq, boşanmışıq. Baxın, belə analar da var. Qızının ailəsini dağıdır. Dünənki videodan sonra Elçin bəy yazıb bunu mənə ki, bəs mənim də həyat hekayəmi paylaşın. Kaş ki, nə qız anaları, nə də oğlan anaları evlənən cütlüyün işinə qarışmasalar, onları biraz rahat buraxsalar.